Salam, hər vaxtınız xeyir olsun. Elektromaqnit rəqs dalğalarının dərsi izahını verəcəm. Deməli, elektromaqnit rəqslərindən başlayaq birinci. Elektromaqnit rəqsləri yaranır sadə rəqs konturunda. Sadə rəqs konturu ibarətdir kondensator və sarğacdan. Burada sönməyən elektromaqnit rəqsləri yaranır. Bu ideal rəqs konturu adlanır. İdeal rəqs konturu. Deməli, rəqs konturunda nə baş verir? Elektrik sahəsinin enerjisi verilir maqnit sahəsinin enerjisinə, yenidən maqnit sahəsinin enerjisi də elektrik sahəsinin enerjisinə verilir və bu belə də davam edir. Ona görə uşaqlar, gəlin birincisi elektrik sahəsinin enerjisinin düsturlarını yazaq. Burada elektrik sahəsinin enerjisinin, yəni kondensatorun enerjisinin aynı qiymətləri Q kvadrat bölünsün 2-si, daha sonra Q bölünsün 2, bir də C kvadrat bölü 2-dir. Maqnit sahəsinin enerjisinin düsturları isə aynı qiymətindən gedir. Yəni sarğacın enerjisi L kvadrat bölü 2, F kvadrat bölünsün 2L, bir də ki F bölünsün 2-yə bərabərdir. F böl 2-yə bərabərdir. Deməli, uşaqlar, elektrik sahəsində ümumiyyətlə elektromaqnit rəqslərində gərginlik, yük, cəryan şiddəti zamana görə kosinus və ya sinus qanunu dəyişən rəqslər yaranır. Burada nəyə fikir vermək lazımdır? Məsələn, ilk anda kondensator yüklənmiş vəziyyətdədir. Kondensator əgər yüklənmiş vəziyyətdədirsə, bu zamanın ilk anı deməkdir. Zamanın ilk anında qeyd edək, T bərabər 0 anı ilə. Əgər ilk anda elektrik sahəsinin enerjisi maksimalsa, yəni kondensator yüklənibsə, burada maksimaldır. Amma maqnit sahəsinin enerjisi isə burada olacaq 0. Daha sonra nə baş verir? Kondensator boşalarkən bütün enerjisini, baxın, birinci halda bu hissə olsun müsbət. Kondensatorun yuxarı hissəsi müsbət, aşağı hissəsi mənfi olsun və bu dolu halda da boşalarkən öz enerjisini verir. Sarğacı özü olur 0. Sarğacın artıq bir maqnit sahəsinin enerjisi olur. Yəni sarğacın enerjisi olur. Deməli, uşaqlar, ilk anda elektrik oldu maksimal, maqnit oldu 0. Növbəti T böl 4 anında. T böl 4 anda nə baş verdi dedik? Dedik, elektrik sahəsinin enerjisi 0 oldu. Yəni öz enerjisini verdi sarğacın enerjisinə. Sarğac oldu maksimal. Daha sonra bu uşaqlar hər dəfə baş verəcək növbəti T böl 4 anında. Növbəti T böl 4 anında, yəni T böl 4 üstə gəl T böl 4 olacaq T böl 2 anı. Artıq maqnit sahəsinin enerjisi 0 olacaq və öz enerjisini verəcək elektrik sahəsinin enerjisinə. Artıq burada nə baş verir uşaqlar? Baxın, maqnit sahəsinin enerjisi 0 oldu. Öz enerjisini kondensatora verəndə artıq kondensatorun lövhələri, birinci halda yadınızdasa yuxarı müsbət, aşağı mənfi yazmışdım. Artıq birinci halda bu belə idi. Maqnit sahəsinin enerjisi elektrikə verilənsə, kondensatorun lövhələrinin şərsi dəyişir. Bura müsbət, burası olacaq mənfi. Deməli, kondensatorun köynəklərinin işarələri dəyişdi. Onu da mütləq yadda saxlayın ki, artıq geri qaydanda işarə dəyişmiş olacaq. Bu oldu T böl 2 anında. Daha sonra növbəti T böl 4 anında, yəni T bərabər 3T bölünsün 4 anında təzədən bu davam edir. Elektrik olur maksimal, maqnit olur 0. Daha sonra uşaqlar gəlir növbəti T anı, yəni T böl 4 də gəlsi üzərinə T bərabər T anı tam dövrdə. Tamda uşaqlar yenidən elektrik, baxın, o olacaq. Deməli, bir də saniyə, uşaqlar burada 0 olur, üzrlü sayın. Deməli, yerlərini dəyişdim deyə. Baxın, elektrik T böl 2 anında maksimal olmuşdursa, növbəti T böl 4 anında, yəni üzərində T böl 4, yəni olacaq 0, maqnit olacaq maksimal, tam dövrdə isə yenidən geri qayıdırıq, elektrik olacaq maksimal, maqnit olacaq 0 və bu belə də davam edir uşaqlar. Və siz məcbur deyilsiniz buna əzbər öyrənəsiniz, siz nə edirsiniz? İlk anda baxırsınız hansı maksimaldır, hansı 0-dır və üzərinə T böl 4 gələrək bunu davam etdirsəniz, ilk anda baxılananda maqniti də maksimal verə bilər, yəni bunu əzbərləmişsiniz. Bir də uşaqlar, elə bir zaman anı var ki, T bərabər T böl 8 anında elektrik sahəsinin enerjisi ilə maqnit sahəsinin enerjiləri bir-birinə bərabər olur və bunlar tam enerjinin, yəni elektromaqnit rəqslərinin tam enerjisinin yarısına bərabər olmuş olurlar. Bunu da unutmayın, məsələlərinizdə var. Tam enerjinin yarısına bərabər olmuş olacaqlar. T böl 8 anında. İndi gəlin bunu qrafiki qeyd edək. Deməli, tutaq ki, bizə verib yükü, yəni elektrik yükünü. Tutaq ki, elektrik yükü uşaqlar dəyişir. Deməli, kosinus qanunu Q bərabər Qm kosinus omega T qanunu dəyişir. Və uşaqlar, əgər Q bu qanunu dəyişirsə, elektrik gərginliyi, yəni kondensatorun gərginliyi də həmin qanunu dəyişir. Çünki bunlar ikisi də elektrik sahəsini xarakterizə edən fiziki qiymətlərimizdir. Kosinus omega T qanunu dəyişir. Bəs I hansı qanunu dəyişir? I bilirik ki, Q böl T'dir. Q böl T olmaq nə deməkdir? Q-nün zamana görə törəməsinə bərabərdir. Ona görə uşaqlar, gəlin biz Q-nün zamana görə törəməsini tapaq. Q-nün zamana görə törəməsini tapanda nə edirsiniz? Omega kopyalanacaq bura. Kosinusun törəməsi də kosinus omega T-nin də törəməsi isə verəcək mənfi sinus omega T. Deməli, belə bir şey olacaq, mənfi Q maksimum vur omega sinus omega T. Sinus omega T.
Aha, bu belə uşaqlar. Deməli, buradan belə bir nəticəyə gəlir ki, əgər Q, I Q-nün zamana görə törəməsidirsə, I Q və O-dan pi bölü 2 qədər öndədir. Pi bölü 2 qədər öndədir və ya tərsinə digərləri, yəni Q və U I-dən pi bölü 2 qədər geridə qalır, öndədir. İndi gəlin qrafikə baxaq. Dedi ki, Q dəyişir kosinus qalanı və müəyyən bir Q maksimal qiymətinə malikdir. Baxın, buradan belə Q maksimal qiymətinə malikdir. Aha, Q-nün T-dən asılı qrafikini çəkirik. Baxın, ilk an T bərabər 0 anı burada ilk an. İlk anda fikir verin, Q maksimal qiymətini alıb. Deməli, o da maksimal qiymətini alıb. Amma baxın, aşağı doğru düşdükcə bura 1, burada 2 qoyaq. Aşağı doğru düşdükcə bu zamanın T bölü 4 anıdır. Burada artıq Q, fikir verin, hara gəldi? 0-a gəldi. Q 0 olduğuna görə I olacaq maksimal. Təzədən uşaqlar, baxın, bura düşür. Q müəyyən bir mənfi Q maksimal qiymətdən malik olanda I olacaq 0. Deməli, 1-dən 2-yə gəldikcə elektrik sahəsinin xarakterizə edən fiziki kəmiyyətlər, yəni elektrik sahəsində kondensatorun yükü, gərginliyi, elektrik sahəsinin enerji sıxlığı, elektrik sahəsinin enerjisi 1-dən 2-yə doğru gəldikcə azalırlar, elektrik xarakterizə edən kəmiyyətlər. Bunlar azaldığı anda maqnetik xarakterizə edən kəmiyyətlər, yəni sarğacıq xarakterizə edən kəmiyyətlər artır. Nələr artacaq uşaqlar? Deməli, maqnit seli, cəryan şiddəti, maqnit sahəsinin enerjisi, maqnit sahəsinin enerji sıxlığı, bunlar artmış olacaqlar. Yəni elektrik azaldıqca maqnit artır. Bu belə uşaqlar. İndi I-nin grafikini çəkəsi olsaq, uşaqlar I Q-dən pi bölü 2 qədər qabaqdadır. Əgər bunların 1-dən 2-yə qədər hər biri T bölü 4-dürsə, radian olaraqsa bunların hər biri pi bölü 2-yə qədər uyğun gəlir. Pi bölü 2-yə uyğun gəlir. Deməli, cəryan rəqsləri, baxın uşaqlar, bu hissədən başlayacaq artıq. Fikir verin. Buradan pi bölü 2-ni, yəni bu hissəni silsək, qrafikimiz buradan başlamalı. Yəni mənfi sinusdan başlayacaq. Onsuz da biz törəmə taparkən mənfi sinusdan almışdıq. Onda baxın, grafikiniz I-nin T-dən asılı qrafiki. Baxın, bu hissədən başlamalıdır buradan. Yəni o da uyğundur bura. Baxın, belə mənfi sinusdan başlamış olacaq. Yəni pi bölü 2 qədər qabaqda başlamış olacaq. Qrafikdən uşaqlar siz tapa bilərsiniz periodu. Period nə idi? İki qabarıq arasındakı məsafədir. Baxın, iki qonşu ən yaxın qabarıq arasındakı məsafədir. Burası sizin olacaq periodunuzun qiyməti. Bu hissə oldu periodun qiyməti. Və periodun qiymətini tapandan sonra periodun qiymətini tapdınız. Periodla tezlik arasındakı əlaqə düsturundan nünü tapa bilərsiniz. Sonra daha sonra omeqanın düsturundan 2 pi bölü T-dir. Omeqanı tapıb hesablamalarınızı apara bilərsiniz. Bir də uşaqlar nəyə fikir verək? Əsas vacib məqam I-nin qiymətində, I-nin tənliğində bu I-nin aynı qiyməti. Baxın, bu tənliklər aynı qiymətlərdir. Bu qarşıda duran qiymətlərsə onların, yəni hansının aynı qiymətisə onların maksimal qiyməti. Deməli, burada I maksimum Q maksimum omegaya bərabərdir. Məsələləriniz doludan uyğun. I maksimum bərabərdir. Q maksimum vurulsun omegaya. Omeganın yerinə 2 pi-ni və ya 2 pi bölü T yaza bilərik. 2 pi-ni bərabərdir. Bu da Q maksimum vurulsun 2 pi bölünsün T yazıb hesablamalarınızı apara bilərsiniz. Bu I-nin maksimal qiymətidir. Daha sonra uşaqlar dedi ki, Q maksimum bərabər oldu. C vurulsun O maksimuma. Həmçinin Q maksimum bərabərdir. C vurulsun EHQ maksimala. Sonra EHQ maksimalın da ifadəsini tapa bilərsiniz. EHQ-daki fi-nin zamana görə törəməsi olduğundan EHQ maksimal da bərabər olacaq. Fi maksimum vurulsun omegaya. Təbii ki, bunu necə alırıq? EHQ-da EHQ bərabərdir mənfi delta fi bölünsün delta T-dir. Buradan törəmə alsaq, məsələn, fi deyək ki, dəyişdi sinus qanunu, özü mənfi sinus qanunu. Çünki I ilə eyni qanunu dəyişməlidir. Baxın, törəmə tapıram. İndi hal-hazırda fi bərabərdir. Belə olacaq. Mənfi fi maksimum sinus omega T. EHQ bunun törəməsi olduğuna görə sinusun törəməsi bizə verəcək müsbət kosinusu. Sadəcə düsturumuzda da mənfi var idi. Burada da mənfi olduğuna görə alacaq ki, EHQ bərabərdir. Fi maksimum omega kosinus omega T. Deməli, EHQ maksimalın qiyməti də olacaq. Fi maksimal vurulsun omegaya. Şular elektromaqnit rəqslərində tam enerji elektrik ilə maqnit sahəsinin enerjiləri cəminə bərabərdir və əgər burada heç bir enerji etkisi yoxdursa, tam enerji zamandan asılı olmuş, sabit qalır. Amma elektrik sahəsinin enerjisi və maqnit sahəsinin enerjiləri isə zamandan asılı olaraq dəyişmiş olacaq. Məsələn, elektrik sahəsini biz dəyişmişdik. Kosinus qanunu, ona görə burada da elektrik sahəsi enerjisi kosinus qanunu dəyişmiş olacaq. Baxın, burada kosinusun kvadratından gedir söhbət. Maqnit sahəsinin enerjisi isə sinus qanunu dəyişmiş olacaq. Maqnit sahəsinin enerjisi sinus qanunu dəyişmiş olur. Aha, bir də bəs tam enerji nədən, yəni elektromaqnit rəqslərinin tam enerjisi nədən asılıdır? Təbii ki, maksimal qiymətlərdən, O maksimumdan, Q maksimumdan asılıdır, I maksimumdan, F maksimumdan, maksimal qiymətlərdən asılıdır. Aynı qiymətlərdən asılı
deyil. Onu nəzərdə saxlayın ki, anilərdən asılı deyil, amma başlanğıclardan və maksimal qiymətlərdən və perioddan, tezlikdən bunlardan da asılıdır. Məsələn, baxın, enerjinin tutaq ki, eləyim. Maksimal kvadrat bölünsün 2'de. Size de verib Q maksimum omeganı və siz de yazırsınız ki, L vurulsun Q maksimum vurulsun omega kvadratları I maksimumun yerinə bölünsün 2'ye. Burada omeganı açsaq olacaq 2 pi nü və 2 pi bölü t yazsaq görəcəksiniz ki, enerji nünün kvadratı ilə düz, periodun kvadratdansa tərs mütənasib asılıdır. Bax ki, nəyə görə zaman periodun əgər 8'də bir hissəsinə bərabərdirsə, elektrik və maqnit enerjiləri bir-birinə bərabər olub tamın yarısıdır. Çünki uşaqlar elektrik sahəsinin enerjisinin aynı qiyməti tam vurulsun kosinus kvadrat alfaya, maqnit sahəsinin enerjisinin aynı qiyməti isə tam enerji vurulsun sinus kvadrat alfaya bərabər. Bir-birinə izah edəcəm ki, nəyə görə belə bir hadisə baş verir. Deməli, elektrik sahəsinin enerjisi təsəvvürün bərabərdir. U maksimalın kvadratı bölü 2. Bunun nəyin yerinə yazdım? Tamın yerinə. Maksimallar varsa o tamında. Kosinusun yerinə periodun 8'də bir uşaq bucaq olaraq 360'ı bölsək 8'ə alacaqsınız ki, 45 dərəcə uyğun gəlir. Bizə lazımdır, deməli, kosinus 45. Kosinus və sinus yadınıza düşsə, ikisi də 45'də bir-birinə bərabər olur və 1 bölünsün kök altı 2'yə bərabərdir. İndi kosinus kvadrat alfa. Əgər kosinus kvadrat 45 dərəcədirsə, kosinusun özü 1 böl kök altı 2 isə kvadratı olacaq bölünsün 2. Yəni, belə bir faydalıq C maksimalın kvadratı bölü 2 vurulsun 2'də 1. C maksimal kvadrat bölü 2 nə idi? Tam enerji idi. Deməli, aldıq ki, tamın yarısıdır. Əgər elektrik sahəsinin enerjisi tamın yarısıdırsa, maqnit sahəsinin enerjisi də tamın digər yarısı qalır. İndi uşaqlar, Thomson düsturunun çıxarılmasına baxaq. Tutaq ki, C maksimal kvadrat bölü 2 bərabərdir enerjimizə, yəni maqnit sahəsinin enerjisinin, uşaqlar, tamları həmişə bir-birinə bərabər eləyə bilərsiniz. Aniləri öz başına bərabər eləmək olmaz, amma tamları rahatlıqla bir-birinə bərabər eləyə bilərsiniz. Burada I maksimumun yerinə C maksimal kvadrat bölü 2 bərabərdir. I maksimumun yerinə yazıram ki, maksimal kvadrat vurulsun omeganın kvadratı bölü 2. Buradan ikilərimiz geçsin. Omeganın da yerinə uşaqlar, deməli, C kvadrat bərabərdir. L vurulsun Q maksimal kvadrat. Q maksimal kvadratın da yerinə uşaqlar, Q maksimalın üstürün oldu. C maksimal. C maksimal yazsaxlarıq C kvadrat, o maksimalın kvadratı, bu da maksimaldır. Kvadrat vurulsun omega kvadrat. Omeganın da yerinə 2 pi bölünsün T yazıram 4. Pi kvadrat böl T kvadratı alır. Buradan o maksimallar getdi. Deməli, bizə lazımdır T. T buradan nəyə bərabər? T'nin tapanışları hər şey düşəcək nəyə? Kök altına, amma 4 pi kvadratdan 2 pi çıxır. 2 pi vurulsun. Baxın, T'ni tapırıq, düzdürmü? Buradan S'lərin biri də getmişdi. 2 pi vurulsun. Deməli, kök altında L, C bu oldu sizin Thomson düsturunuz. Biz danışdıq ideal rəqs konturundan. İdeal rəqs konturunda bəli deyirik, ideal rəqs konturda sönməyə rəqslər yaranır, amma real halda təbii ki bilirik ki, belə hal mümkün olmur. Rəqslər mütləq sönəcək, çünki istərsəməz burada naqillərin qızmasına bir enerji verilir. Enerjinin bir hissəsi də ona sərf olunur. Amma elə sistemlər var ki, məsələn, onların öz daxili enerji hesabına rəqslər yaranır. Bu rəqslər avtorəqs adlanır. Avtorəqs, məsələn, insanın ürək döyüntüsü avtorəqsə uyğundur. Tranzistorlu generatorda, tranzistorlu generatorda avtorəqslər yaranan bir sistemdir. Bunlar avtorəqs adlanır. Bir də var uşaqlar, hansı ki biz dediyimiz bu məxsusi sistemdə sönməyə rəqslərdə sərbəst rəqslər. Əgər xaricdən verilən xaricdən verilən enerji hesabına rəqslər baş verirsə, bu artıq məcbur edici qüvvənin təsiri hesabına baş verən rəqslərdir və həmin o məcbur edici qüvvənin təsiri hesabına baş verən rəqslərin tezliyi ilə məxsusi rəqsin tezliyi üst-üstə düşərsən baş verir rezonans hadisəsi, elektrik rezonansı. Elektrik rezonansında I deməli, nüdən, perioddan və ya omegadan asılıqdır. Kəskin artır və bura I-nin bir maksimal qiymətinə malikdir. Bu halda bu rezonans əhrisidir və siz buradan məsələ hesablayarkən nü 0, omega 0 və ya T0 bərabər olan qiymətlərinizi götürüb məsələlərinizi həll edə bilərsiniz. Daha sonra uşaqlar, elektromaqnit rəqs dalğalarında, rəqslərində cəryan və gərginliyin rəqslərini osiloqrafdan istifadə edərək deməli, görüntünü müşahidə edirlər, görüntünü alırlar və ya müşahidə olunur. Daha sonra uşaqlar gəlirik əsas məsələ Thomson ifadəsinə. Deməli, Thomson düsturumuz periodun düsturudur. Period bərabərdir 2 pi kök altında LC-yə. Buradan əgər nüyünü almaq istəsək, nü bərabər olacaq 1 bölünsün 2 pi LC. Bir də omeganı almaq istəsək, omega bərabər 2 pi nüdür və 2 pilərimiz geçsək ki, omega bərabərdir 1 bölünsün kök altında LC. Burada uşaqlar L-in yerinə mü L0
S-nin yerinə epsilon 0s bölünsün D yazarıq və düsturda necə görürük ki, daha sonacaq. Məsələn, perioda baxaq. T bərabər 2pi kök altı LC idi. L'in yerinə mu L0, S-nin də yerinə epsilon 0s böl D yazırıq. D də kök altındadır. Deməli, buradan alır ki, period kondensatorun köynəyin sahəsindən kök altısı ilə düz, aralarındakı məsafənin kök altısı ilə tərs asıdır. Məsələn, sarğaca maqnitofuzluğu mu olan ferromaqnit daxil etsək, period kök altda mu dəfə artmış olacaq. T2 bərabər olar, mu vurulsun, kök altda mu vurulsun, T1-ə. Baxın bu cür. Başqa bunlar, yəni nə period, nə rəqslərin tezliyi, nə də dairəvi tezlikləri və ya dövrü tezlikləri U-dan, Q-dən, çünki düsturunda yoxdur, axı nə də I-dən asılı deyirlər. Məsələlərdə sizdən bunu soruşacaq. Elektromaqnit rəqslərinin əsas tənliyi Q-nin 2 qat törəməsinə bərabərdir. Q-nin 2 qat törəməsi isə verəcək omega kvadrat, mənfisində yazaq bura, omega kvadrat Q-nü. Deməli, burada omega kvadrat, omeganın özü əgər 1 bölünsün kök altda LC-dirsə, omeganın kvadratda, yəni tənliyimiz bu şəkildə də verəcək, mənfi 1 bölünsün LC vurulsun Q kimi verilə bilər. Çünki omeganın 1 qat törəməsi, Q-nin 1 qat törəməsi isə omeganı, 2 qat törəməsi isə verəcək omega kvadratını. İndi danışaq elektromaqnit dalğalarını. Elektromaqnit dalğaları nədir? Elektromaqnit rəqslərinin fazada sonlu sürətlə yayılmasıdır. Bu sonlu sürət dediyimiz S bərabər 3 vurulsun 18 metr böl saniyə sürətindən gedir. Bu deməli vakuumda və ya havada yayılma sürətidir. Mühitə keçdikcə isə sürət mühitin sındırma əmsal dəfə azalacaq və uşaqlar siz nəyə fikir verməlisiniz? Yeni B-yə tərəf fırlatdıqda, yəni yeni B istiqamətində fırlatdıqda bu fırlanmanın irəliləmə istiqaməti isə göstərməlidir sürətin istiqamətini. Və bir də ki, uşaqlar, bunlar həm Y, həm də B bir-birinə perpendikulyar olmaqla yanaşı dalğaların irəliləmə istiqamətində də perpendikulyardır. Yəni Y və B üçü də bir-birinə perpendikulyardır. Bir də uşaqlar, əgər dəyişən maqnit sayısı öz ətrafında elektrik sayısını yaradırdısa, həmçinin dəyişən elektrik sayısı öz ətrafında dəyişən maqnit sayısını yaradır və bu belə bir-birlərini yaradaraq da davam edir və fəzada yayılmış olurlar. Bu uşaqlar Y və B-nin istiqamətinin sağ əl qaydasını tapa bilərsiniz. Sağ əl qaydası. Deməli uşaqlar, sağ əl qaydamız necədir? Baş barmaq Y istiqamətində olur. B həmişəki kimi ovuca daxil olmalıdır. 4 barmağınızı, yəni perpendikulyar açılmış, sağ əlinizin perpendikulyar açılmış 4 barmağı isə göstərməlidir sürətin istiqamətini. İndi uşaqlar, gəlin baxaq, 4 barmaq göstərir sürəti. Baxın, tutaq ki, sağ əlinizin baş barmağını yuxarı doğru, yəni Y istiqamətə tutuq və B vektoru bizə doğru gəldiyindən ovucumuzun isə şəkildə doğru olacaq. Onda 4 barmağınız görəcəksiniz ki, sağa doğru yönəlmiş oldu. Bu da olur sizin sağ əl qaydası ilə V-nin sürətin istiqamətinin və ya Y-nin B-nin istiqamətinin tapılması. Soruşaq, tutaq ki, bura hər hansısa bir yük gətirib, məsələn, müsbət yük, mənfi yük fərq eləmir. Həmin yükün burada tarazlıqda olması üçün və bərabər sürətlər keçirməsi üçün ona təsirdən QY və QVB qüvvələri bir-birinə bərabər olmalıdır. Həm qiymətcə, istiqamət isə bir-birlərinin əksi olmalıdır. Və ya burada yükə yalnız elektrik və maqnit sahələri təsir edir. Onlar da bir-birinə modulca bərabərsə yazacaqsınız QY bərabər QVB. Buradan da Y-lər ixtisar gedəcək, qalacaq ki, Y bərabərdir V vurulsun B-yə. Əgər sizə elektrik sayəsinin intensivliyinin deməli, zamandan asılılığını sinus qanunu ilə veribsə, bu həmçinin maqnit indüksiya vektorunda da belə olacaq. Bu dəyişmir. Baxmayaraq ki, biri elektrik, biri maqnitə bərabərdir. Bunlar arasındakı fazlar fərqi sıfıra bərabərdir. Yəni bunlar eyni fazada rəqs edirlər. Daha sonra uşaqlar, burada V bərabər yazmışdıq ki, S bölünsün N, yəni mühitin sındırma əmsalı. Mühitin sındırma əmsalının yerinə yaza bilərsiniz ki, kök altında epsilon vurulsun mu. Epsilon uşaqlar deməli dielektrik nüfuzluğudur. Mu isə maqnit nüfuzluğunu bizə verəcək. Elektromaqnit dalğalarının uşaqlar dalğa uzunluğu lambda bərabərdir. S vurulsun T-yə bərabərdir. T Thomson düsturundan 2pi kök altında LC yazırıq və görürük ki, dalğa uzunluğu da verilən qiymətlərdən bu siyerdir. Burada işığın sürətidir. Gördüyümüz kimi asılıdır. Daha sonra uşaqlar var, şüalanmanın gücü və ya şüalanmanın seli. Şüalanmanın gücü P hərfinə işarə olunur. Vahid zamanda deməli şüanın və ya elektromaqnit dalğasının enerjisinə bərabərdir. Buradan uşaqlar bizə lazımdır şüalanma selinin sıxlığı və ya şüalanma intensivliyi. O I hərfinə işarə olunur. Nəyə deyilir uşaqlar? Vahid zamanda, vahid səthdən keçən elektromaqnit dalğasının enerjisi adlanır. Şüalanma selinin sıxlığı və ya şüalanmanın intensivliyi və buradan vahidini çıxartsaq görək ki, şüalanma selinin sıxlığı və ya intensivliyinin vahidi joule bölünsün metrin kvadratı vurulsun saniyədə. Buradan uşaqlar şüalanmanın gücü üçün W bölünsün T, yəni elektromaqnit rəqslərinin enerjisinin T nisbətini almışdıq. Deməli, burada olacaq I bərabərdir. P bölünsün isə buradan şüalanmanın gücü üçün P bərabər I vurulsun S, yəni pis düsturunu almış olarıq.
Onda belə çıxır ki, şarlanmanın həmçinin şarlanma selinin sıxlığının vahidi həmçinin jol bölünsün saniyənin yerinə watt, watt bölünsün metr kvadrat, watt bölü metr kvadrat almış olaraq. Burada uşaqlar deməli nəyə fikir vermək lazımdır? Biz tutaq ki, baxın elektromaqnit dalğalar ona qoyulmuş səthdən perpendikular istiqamətdə keçir. Buradan uşaqlar sferanın səthin sahəsi üçün S bərabər 4pi r kvadrat yazırıq. Deməli, i buradan bərabər idi p böl s-ə. S-in də yerinə 4pi r kvadrat yazsaq, görərik ki, deməli, şarlanma selinin sıxlığı məsafədən, şarlanma mənbəyinə olan məsafədən tərs kvadratik asıdır. Uşaqlar, deməli, baxın, şarlanma selinin sıxlığının enerji sıxlığı vurulsun, enerji sıxlığı ilə işıq sürətinin hasilinə bərabərdir. Enerji sıxlığı bəs nəyə bərabərdir? Gəlin ona baxaq. Elektromaqnit rəqs və dalğalarında enerji sıxlığı elektrik sahəsinin enerji sıxlığı ilə maqnit sahəsinin enerji sıxlıqlarının cəminə bərabərdir. Elektrik sahəsinin enerji sıxlığını düstur, yadınıza düşürsə epsilon 0 y kvadrat böl 2-yə. Maqnit sahəsinin enerji sıxlığı isə deməli b kvadrat bölünsün 2 müyə μ0-a bərabər idi. Elektrik sahəsinin enerji sıxlığı ilə maqnit sahəsinin enerji sıxlığı bir-birinə bərabərdir. Onda elektromaqnit rəqslərinin enerji sıxlığı bunların cəminə bərabər olmuş olacaq və ya hər hansısa birinin cəminə bərabər olmuş olacaq. Onda düsturumuz baxın belə olacaq. Enerji sıxlıq bərabərdir. Epsilon 0 y kvadrat, o da bərabərdir b kvadrat bölünsün μ0. Burada ikilər hara getdi? Baxın, dedik axı bir-birlərinə bərabərdir. Yəni 2 dəfə özünə bərabər olduqlarına görə ikilər də ixtisar gedir. İndi uşaqlar belə bir şey var idi ki, elektrik sahəsində MA bərabərdir. Yalnız yükə əgər elektrik qüvvəsi təsirdirsə QY-yə, maqnit sahəsində də MA bərabər idi QVB-yə. Buradan da baxın uşaqlar nə görürük? I bərabər idi, enerji sıxlığı vurulsun S-yə. İndi baxsaq görərik ki, burada A y ilə düz asdı və y a ilə düz asdı. Amma burada nədir? Kvadratlardır. Həmçinin baxın, burada da kvadratlardır. Deməli, əgər təcil 4pi kvadrat nü kvadrat r idisə, artıq şarlanma selinin sıxlığı, baxın, bunun da kvadratı ilə düz mütəsibət olmuş olacaq. Deməli, şarlanma selinin sıxlığı nünün 4-cü dərəcəsi ilə, daha sonra omeqanın 4-cü dərəcəsi ilə düz, dalğa uzunluğunun 4-cü dərəcəsi ilə tərs, periodun 4-cü dərəcəsi ilə tərs və dedik ki, asılı şarlanmadan olan məsafədən tərs kvadratik asıdır. Sonra bir də baxaq, adi rəqs konturu fəzaya elektromaqnit dalğalarını şüalandırmır. Elektromaqnit dalğalarını nə şüalandırır? Təcillə hərəkət edən yüklü zərrəciklər şüalandırır, zərrəciklər şüalandırır. Bir də uşaqlar, adi rəqs konturu elektromaqnit dalğasını şüalandırmadı. Ona görə də Hertz neynədir uşaqlar? Bu kondensatorun könüklərin sayəsini kiçiltdi və nisbətən sarğacı da açdı. Yəni demək olar ki, sarğacın sarğılarının sayını azaltdı. Sonra uşaqlar bunu elə orta hissədən bölürlər ki, burada uşaqlar baxın belə bir şəkil əmələ gəlir. Bunlar həm baxın, hər əks tərəflər yüksək gərginliyə qədər yüklənir və bunlar arasında elə bir qiymət gəlib çatır ki, burada bir qığılcım yaranır. Həmin qığılcım yarandıqda ətrafa elektromaqnit dalğasını şüalandırır. Bu da adlanır açıq rəqs konturu və ya Hertz vibratoru adlanmış olacaq. Bu belə uşaqlar. Elektromaqnit dalğalarının şkalasına baxaq. Elektromaqnit dalğaların şkalası. Başlayırıq birincisi radio dalğalarından. Birincisi radio dalğalar. Məsələn, radio dalğalar. Televiziyada, telefonda, bunlar demək olar ki, radio dalğalar vasitəsilə ötürürlər. Dalğa uzunluqları böyükdür. Daha sonra uşaqlar, ikincisi gəlir mikrodalğalar. Məsələn, mikrodalğalı sobada istifadə olunur. Mikrodalğalar. Sonra gəlir uşaqlar infraqırmızı. Deməli, uşaqlar infraqırmızı isə istifadə olunur. Məsələn, pultun idarə olunmasında infraqırmızı uşaqlardan istifadə olunur. Dördüncü gəlir görünən işıq. Görünən işıq dalğaları uşaqlar öz növbəsində 7 rəngə bölünür. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Daha sonra gəlir ultra bənövşəyi. Məsələn, günəşdən gələn ultra bənövşəyi uşaqlar vasitəsilə bədəndə D vitaminin əmələ gəlməsinə zəmin yaradır. Daha sonra uşaqlar gəlir rentgen uşaqlar deməli elektrik sahəsində tormozlanan elektronlar yaradırlar. Rentgendən də artıq bilirsiniz ki, rentgen borularında istifadə olunur. Daha sonra gəlir qamma. Qammada uşaqlar bu xəstəlik şişlərin müalicəsində istifadə olunur. Deməli uşaqlar nə baş verir?
Hərəsinə aid bir neçə nümunə demək istədim. Sadəcə burada aşağı doğru düşsə tezlik və enerjiləri artır, amma dalğa uzunluqları azalmış olacaq. Dalğa uzunluqları və mühitdə yayılma sürətləri azalır. Bunlar azalır, amma tezlik və enerji isə artır aşağı doğru düşdükcə. Bu sıranı da unutmayın. Mütləq ki, bu sıra sizə vacibdir, lazımdır. Elektromaqnit dalğaları vasitəsilə informasiyanın bir yerdən digərə ötürülməsi radioaktiv vasitəsilə təmin olunur. Burada iki əsas məqam var: qəbul edici və verici stansiya. Verici stansiya, bir də qəbul edici stansiya. Qəbul edici stansiya. Deməli, uşaqlar qəbul edici. Verici stansiyadan danışaq. Birincisi, verici stansiyada uşaqlar nə olur? Tranzistorlu generator olur. Tranzistorlu generator nədən ibarətdir? Təbii ki, tranzistordan. Baxın, burada emitteri var, burada bazası var, burada da kollektoru var. Bu hissəsində sarğac. Baxın, bu oldu tranzistorlu generator. Tranzistorlu generatorda sönməyən elektromaqnit rəqsləri yaranır. Daha sonra uşaqlar, burada bir antenamız var. Bunu antenaya birləşdiririk. Burada uşaqlar, birdən də rəqs konturumuz var. Burada bir sarğac, antenada da sarğac olur. Burada bir rəqs kontur olduğuna görə kondensatorumuz var. Daha sonra uşaqlar, cəryan mənbəyimiz var. Təbii ki, müsbət mənfilərimiz çoxlu sayda. Daha sonra bunu yerlə, torpaqla birləşdirirlər. Bundan əlavə olaraq, baxın, burada da bir transformatorumuz var. Transformatorun bir dolağına mikrofon yerləşdirilir. Uşaqlar, mikrofon birləşdirir. Bura mikrofon dövrəsidir. Mikrofon dövrəsidir. Məsələn, mikrofon bu verici stansiyadır. Biz mikrofona danışırıq. Və mikrofona biz danışanda səs dalğaları göndəririk təbii ki. Həmin səs dalğalarını əvvəlcə mikrofonla dəyişən elektrik rəqslərinə çevirirlər. Sonra yüksək tezlikli elektromaqnit rəqslərinə, səs tezlikli elektrik rəqslərlə təsir edirlər. Nəticədə yüksək tezlikli elektromaqnit rəqslərinin amplitudu səs tezliyinə uyğun olaraq dəyişir. Bu amplitud dəyişməsi adlanır. AM. Var tezlik dəyişməsi, FM, yəni frekans. Bir də var faza dəyişməsi, o da PM adlanır. Yəqin ki, siz bunları radioda görmüsünüz. Deməli, burada artıq alınır nə? Amplitudu səs rəqslərinin tezliyinə uyğun olaraq dəyişdirilmiş yüksək tezlikli rəqslər, amplitudu modullaşdırılmış rəqslər adlanır. Antena vasitəsilə modullaşmış rəqslər fəzaya şüalandırılır və bu qəbul edici stansiya vasitəsilə qəbul edilir. İndi gəlin keçək qəbul edici stansiyaya. Deməli, burada transformator var. Burada daha sonra tranzistorlu generator var idi. Sönməyən rəqslər yaradır. Burada antena var fəzaya şüalandırmaq üçün. Bir də burada uşaqlar, baxın, rəqs konturumuz da var. Və transformatorun bir dolağı, hansı ki, baxın, bu ötürücü stansiyaya ardıcıl olaraq birləşdirilir. Deməli, qəbul edici stansiyada nə var uşaqlar? Qəbul edici stansiyada yenə deməli rəqs konturu var. Sadəcə bu rəqs konturunda olan deməli kondensator dəyişən tutumlu kondensatordur. Bu rəqs konturumuzdur. Daha sonra uşaqlar, burada yenə antenamız var. Hansı ki, bu antena artıq qəbul edir. Burada deməli uşaqlar bir yarım keçirici diod var. Burada təzədən sabit tutumlu kondensatorumuz var və buradan məsələn qəbul edici stansiya baxır nədir? Telefondur, televizordur və s. nədirsə o burada yerləşdirilir. Deməli, şuanı qəbul elədi. Burada nə edirsiniz? Bəs dəyişən tutumlu kondensator vasitəsilə deməli alçaq dalğalara və yüksək dalğalara kökləyə bilirsiniz. Bu köklənmə necə baş verir? Dalğa uzunluğunun düsturu C vur T'dir. T'nin yerinə deməli yazmışdıq 2pi kök altında LC. Tutumu artırdıqda uzun dalğalara, tutumu azaltdıqda isə qısa dalğalara köklənmiş olacaqsınız. Məsələn, hər hansı radioya köklənmək istəyirsə, onun vasitəsilə dalğa uzunluğu dəyişə bilərik. Daha sonra qəbul etdik və həmin qəbul edilən deməli elektromaqnit rəqs dalğaları, elektromaqnit dalğaları gəldi düşdü dioda, yarım keçirici dioda. Bu detektor adlanır uşaqlar, detektor. Detektorda həmin rəqslər düzlənir. Düzlənən rəqslər uşaqlar, yəni orada düzlənir və orada belə deyilir, döyünən rəqslər, pulsasiya edən rəqslər yaranır. Həmin pulsasiya edilən rəqslər gəlib düşür kondensator və kondensatorda hamarlandıqdan sonra verilir televizora, telefona və s. Bəs dedekt etmə nə deməkdir? Dedekt etmə modullaşmış yüksək tezlikli rəqslərdən səs tezlikli rəqslərin ayrılması. Çünki biz qəbul etmişdik modullaşmış yüksək tezlikli rəqsləri. Dedekt etmədə isə həmin o yüksək tezlikli rəqslərdən səs tezliklərinin ayrılması hadisəsi dedekt etmə adlanır və dedekt etmə də dediyimiz kimi yarım keçirici diod vasitəsilə həyata keçirilir. Deməli, uşaqlar, səs rəqslərinin zamandan asılı qrafikini çəksək, amplitudunun X-in və ya A-nın, baxın bu cürdür. Alçaq tezliklidir. Amma elektromaqnit rəqsləri isə yüksək tezliklidir. Məsələn, i-nin T-dən asılı qrafikini çəkirəm.
və ya onun T-dən asılı olsun, fərq eləməz. Baxın, yüksək tezliklidir. Yüksək tezlikli rəqslərdir. Bu modullaşmamış yüksək tezlikli rəqslərdir. Modullaşmış olduqda isə uşaqlar baxın, gəlin baxaq. Modullaşmış olduqda isə baxın rəqslər belə olacaq. İ-nin T-dən asılı. Baxın belə modullaşmış rəqslər yaranır və bunu baxın belə 40-40 xəttlərlə birləşdirilir. Bu modullaşmış oldu artıq. Bir də uşaqlar var, dedektə olunmuş. Dedektə olunmuşda nə baş verəcək? Dedektə olunmuşda baxın, bunları belə birləşdirirlər bir-birləri ilə və aşağı hissəni silirlər. Nəyə görə? Çünki dioddan keçən cəryan artıq nə edirdi? Düzlənirdi. Düzlənirdisə və onun aşağı hissəsini həmişə biz nə edirdik? Silirdik. Baxın, bu dioddan keçən cəryandır. Bu dedektə olunmuş rəqslərdir və ya pulsasiya olunmuş rəqslərdir. Daha sonra uşaqlar bir də var, hamarlanmış pulsasiya. Pulsasiyada cəryan rəqsləri, orada nə baş verir uşaqlar? Baxın, bu rəqslər artıq dioddan çıxıb döyünən rəqslərdir və biz bunu hamarlamalıyıq. Hamarlayanda da baxın, üzərlərində baxın, belə bir saniyə, onu da başqa rəngdən eləyək ki, aydın görünsün. Aha. Deməli, uşaqlar baxın, belə buradan gəldi, bura birləşdirdi, təzədən gəlir bura. Baxın, belə birləşdirərək sizə göstərilir. Bu da hamarlanmış rəqslər olacaq. Radiolokasiya nədir? Radiodalğaların köməyi ilə obyektlərin aşkara çıxarılması və onların yerini dəqiq təyin edilməsi radiolokasiya adlanır. Radiolokasiya radiodalğaların müxtəlif maneələrdən əks olunması hadisəsinə əsaslanır. Radiolokasiyada ifrat yüksək tezlikli rəqslərdən və ultra qısa dalğa uzunluğuna malik olan rəqslərdən istifadə olunur və uşaqlar qısa müddətdə impulslar göndərilir. İmpulsarsı müddətdə obyektdən qayıdan dalğalar qəbul olunur. Obyektə qədər olan məsafə, məsələn, S olarsa, onda düsturunuz belə olacaq. T bölünsün 2. T bölü 2 isə burada uşaqlar gedib qayıtmağa sərf olunan zaman